Nədir istəyirsə, İmam Baqirlə bir nəfər görüşü, ağa, sən qurban olaram, bir söz deyə bilərəm, dedi, buyur. Ağa, gələm sənlə görüşürəm, halım dəyişir. Elə ki, gedirəm bazara, gəlirəm evə, evin iyi, uşağın iyi mənə deyən kimi əvvəlki halım qayıdır. Niyə? O ki da məədinur rəhmədir, rəhmət mədənidir imam. Onun ilə adam oturanda, özü ki da məsələn o yoldadır. Adam biraz onun oturanda halı da dəyişilir də bütün. Başa düşürsən, başqa aləmdəsən. İzah da edə bilmirsən, nədir vəziyyət. O ziyarətdə yəni duymuşsunuz, ziyarətlərdə və s. Tam başqa bir ab-havadır da. Mən demirəm, hamı belə olur evdə. Yox. Mən demirəm, yalnız məsələn elə namaz halında biz o halı yaşaya bilər. Elə evdə də o halı yaşamaq olar. İndi adətən biraz elə olmur da. Oradan danışıram. Nəinki buradan. Yaxşı. Üçüncü tərifin oldu. Pak fitrətə dönüş.